Azərbaycan İranla bağlı bu qadağanı ləğv etdi. Təcili son xəbərdir. Təbii ki, istinad edən Müsavat.com-a Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub artıq. Bir neçə gündür bilirsiniz ki, təbii ki, hər biriniz görmüsünüz, sosial şəbəkələr, TV-lər belə artıq ictimailəşdirib gündəmə gətirib. 120-dən çox bizim ağır yüklü maşınlarımız orada qalıb İranda. Onlar keçə bilmir bizi tərəfə, öz vətənimizə. Onlar öz narazılıqlarını bildirdilər ki, demək olar ki, hər şey tükənib, qüvvəmiz də tükənib, maddi durumumuz da aşağı düşüb, yəni pulumuz da yoxdur, pulumuz da tükənib. Bəzi deyir, burada mallar var, ərzaqlar var, meyvələr var ki, onlar artıq müddət keçəndən sonra çürüməyə başlayırlar, keyfiyyətlərini itirirlər və onlar özləri də bu videoları paylaşıblar, etirazını bildiriblər ki, biz vətənimizə getməliyik təcili maşınlarımızla bir yerdə. Bu barədə təbii ki, yenə də deyirəm, Müsavat.com-a Nazirlər Kabinetindən istinad edən kabinetindən məlumat verilir Müsavat.com-a. Bildirib ki, Azərbaycan və İran arasında dövlət sərhədində bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması, o cümlədən tranzit məqsədi ilə giriş-çıxış martın 9-u saat 10:00-dan etibarən bərpa olunacaq. Nə gözəl.